Bismillahirrahmanirrahim. Güzel insanlar, aziz Allah'ın xeyri, bereketi, salamı, afiyeti sizin ve ailenizin üzerine olsun. Allah size xeyir versin, şefa versin, huzur versin. Son derece gergin günlerden geçirik. Yani ben bu gergin günlerden geçirik deyəndə son bir ayda Amerika'nın ve İsrail'in İran'a tecavüzüyle bağlı yaranmış meseləni nəzərdə tuturam. Və istəyirəm ki, bu məsələ bağlı mən öz mövqeyimi ortaya qoyum, açıqlayım. Neye göre bu meseleye münasebet bildirmeye zəruri hesab edirəm gözəl insanlar? Çünkü İran bizim için çok önemli bir devlettir. Yani ortak sərhəddimiz var, çok uzun bir sərhəddimiz var. Bizim qonşumuzdur, ortak değerlerimiz var, ortak münasibətlərimiz var ve elə bir münasibət içərisindəyik ki, İranda baş verən hər hadisə, sadece bu müharibə ilə bağlı olan hadisələrə demirəm. İranda baş verən bütün siyasi, iqtisadi, mənəvi məsələlər Azərbaycana birbaşa ya da dolayısı yolla təsir göstərir. Yani biz elə bir mövqe tutmalıyıq ki, bu İranın, bu dünyanın hərəkətli bölgəsində baş verən hadisələr Azərbaycana təsirini, yəni mənfi təsirini minimum indirək. Azərbaycan xalqının bu məsələyə bağlı münasibətinin doğru münasibətini formalaşdırmaya çalışaq. Formalaşdıraq bir yerdə. Fikirlərimizi bir-birimizi ittiham etmədən, bir-birimizə iftira atmadan, bir-birimizi söymədən, qırmadan və obyektiv şəkildə, dəlillərlə, açıq bir şekilde ortaya koyar, cəmiyyətdə sağlam bir münasibət, bir müzakirə şəraiti olsun ki, insanlar bu meseleye necə yanaşmalıdır onu da doğru öyrənmiş olsun. Bir daha altından xətt çəkirəm, çünkü İranda baş verən hər hadisə dünyanın hər yerini ilk növbədə mən təkrar edirəm, Azərbaycanı maraqlandırır, ciddi maraqlandırır. Azərbaycanın milli maraqları ilə bağlıdır. Azərbaycanın təhlükəsizliyi ilə bağlıdır. Azərbaycanın siyasi, iqtisadi, mədəni inkişafı ilə bağlıdır. Azərbaycan xalqının güvəni ilə bağlı olan məsələdir. Təhlükəsizliyi ilə olan bağlı məsələdir. Gözəl insanlar. Ona göre bakın, bu meseleni de doğru anlamak için ben biraz klasik irsə doğru gitmek istedim. Bak Şeyh Nizami bilirsiniz 12. yüzyılda yaşayıp Azərbaycanın böyük şairidir. Selçuklu döneminin şairidir. Ve Selçuklu büyük bir imparatorluğuydu. Selçuklu devletinin paytaxtlarından biri de Rey şəhəridir. indiki Tehran'ın 6 kilometreliğinde yerleşen bir bölgedir. İndi Tehran'la birleşip, yani faktik olarak tarihen Selçuklu devletinin paytaxtlarından merkez şehirlerinden biri Tehran'dır. İndi Nizami Selçukluların hakim olduğu bu İran devletinin statüsünü necə tanıdı? Eğer biz Nizami'nin gözüyle baksak, bugün İran'da baş verenler neden bütün dünyaya tesir ediyor? Neden bugün bütün dünyanın nəbzi İranda dönür diyebilirik? Bakın Nizami Gəncəvi güzel insanlar. Bu bölgeni, şərqi, Müslüman dünyasını ve dünyanı doğru tanıyan ve ağıllı bir şair, elimli bir şair, hikmetli bir şair, İran'ı 7 Gözel eserinde, Heft Peyker Məsnəvisində İran'ı belə tanıdı. Yani Selçukluların hakim olduğu İran'ı belə tanıdı. Önce özet olarak onu söylerim ki Nizami deyir ki, dikkat edin burasına altından xətt çəkirəm. İran dünyanın ürəyidir. Həmi alem tənəst ve İran del, nis guyende zingiyaz xəcəl. Nizami deyir ki, həmi alem tənəst, bütün alem, bütün dünya bedendir. Ve İran del, İran da ürəkdir. Del farsça ürək deməkdir. Nis guyende zingiyaz xəcəl. Bunu diyen, guyende yani Nizami, bu müqayisəni aparan, yani İran'ı dünyanın ürəyinə, yeryüzünün yerde kalan hissesini de onun bedenine benzeden Nizami bu müqayisə üçün deyir xəcalət çəkmir. Peşman değil. Niye göre? Çünkü İran deli zemin başed. Del zeten behbut yəğin başed. Çünkü deyir. İran dünyanın ürəyidir. Bir ağlı üstünde olan herkes de bilir ki, yəqindir ki, %100 doğrudur ki, ürək bedenden daha değerlidir. Bakın Nizami Gəncəvi İran'ı dünyanın ürəyi kimi tanıdı. Niye göre ürək obrazını seçip? Çünkü İran gerçekten dünyanın en önemli bölgelerinden birinde yerleşir. Yani bu bölgenin ehemmiyetini gösterir.
bugünkü hadiselerin üzerinde geldikçe de bunun ne kadar doğru bir tespit olduğunu gösterecek. 2. İran ürək organizmin en önemli strateji organlarından biridir. Birincisidir diyək. Birincilerinden biridir diyək. Bakın üreğin, dikkat edin burasına, üreğin ritmi pozulanda bütün bedenin ritmi bozulur. Bugün Şeyh Nizami'nin dünyanın üreği kimi tanıttığı İran'ın ritmi bozulup mu bozulmuyor? Ritmi bozulup. Peki üreğin ritmi bozulanda bütün bedenin ritmi bozulduğu kimi İran'ın ritmi bozulduğuna göre bütün dünyanın da siyasi, iktisadi, hərbi, mədəni, əxlaqi ritmi bozulup mu bozulmuyor mu? Bak ben meseleni daha yaxşı anlaşılsın diye güzel insanlar. İnsanın üreğin ritmi pozulanda bedende ne baş verir onları çıkartmaya çalıştım ki bu İran meselesini, İran'la bağlı baxışımızın doğru olmasını da müəyyənləyə Bak üreğin ritminin pozulmasına tibde aritmiya deyirlər. Yani üreğin döyünme sureti ya artır ya da azalır. Bakın neler baş verir. Bunun yüngül forması da var, ağır forması da var. Birincisi bakın kan düzgün paylanmır. Eğer üreğin ritmi pozularsa bedene kan düzgün paylanmır. Bugün dünyada bakırsınız İran'ın yani dünyanın nizaminin dediği üreğin ritmi bozulduğuna göre enerji kaynaklarında artma başladı. Neftin kıymeti arttı. Taşımalar bahalaştı. Her şey değişti. Enerjinin kıymeti arttı. Kan dövranı zayıflayır. Bakın iktisadi dövran zayıflamaya başladı. Beyin ve üreğe oksijen az gelir. Baş gicəllenme, halsızlık baş verir. Bak bugün dünyanın başı gicəllenir. Halsız hisseder özünü. Herkes güvensiz hisseder özünü. Zayıf hisseder. Huşu itebilir. Sinede çırpınma hissi olunur. Bakın herkes narahatlık içindedir. Nefes daralır. Eğer üreğin ritmi bozulursa. Beden oksijen çatışmazlığı yaşayır. Sinede ağrılar olur. Eğer devam ederse bu iş, yani üreğin ritminin bozulması riski artarsa, devam ederse, daha büyük miqyas alarsa fikir verin burasına, kan laxtalanması riski artır. Yani eğer İran'la bağlı, yani Amerika'nın ve İsrail'in İran'a tecavüzü devam edecekse, bu savaş devam edecekse, dünyada daha büyük fesatlar ortaya çıkacak. İnsult riski artır, ürək çatışmazlığı olur, bazen bayılma, bazen de qəfil ölüm gerçekleşir. Yani üreğin ritmini Nizami necə tanıttı? İran'ı Nizami deyir ki İran dünyanın üreğidir. Yani İran'ın ritmi bozulsa dünyanın ritmi bozulacak. Bakın dünyada çok hadiseler oldu. Venezuela'da hadise oldu. Dünyanın ritmi bozuldu mu? Bozulmadı. Pakistan'dan Hindistan arasında çatışma oldu. Üreğin ritmi bozuldu mu? Bozulmadı. Çok mu dünya təsirlədi? Afrika'nın ayrı ülkeler arasında demiyorlar ki her gün çatışmalar, gerginlikler var. Dünyanın ritmi bozuldu mu? Bozulmadı. Ama İran'ın ritmi bozulanda dünyanın da ritmi bozuldu. Çünkü İran dünyanın üreğidir. Şimdi sual budur. İran'ın ritmini kim bozdu ve niye bozdu? Bak burada önce onu diyeyim ki bir sıra Azerbaycan bakın ritmi bozulmağa biraz da derinleştirin. Bakın Japonya'nın ritmi bozulup enerji böhranı yaşamaya başlayıp Çin'in ritmi bozulup Hindistan'ın ritmi bozulup Pakistan 4 günlük iş rejimine geçip elektrikleri azaldıp ki enerji azalsın. Afganistan onun gibi. Bakın Avrupa, Amerika. Amerika'nın özünde neftin kıymeti artıp İngiltere, Avrupa. Türkiye gerginliği içinde yaşayır. Bakın Azerbaycan'da cemiyet iki yere bölünüp. En azı iki yere bölünüp. Bu hadiselerde farklı mevki göstermek bakımından. Gerginlik yaşayır, heyecan yaşayır. Bu muharebe Azerbaycan'a gelecek mi, gelmeyecek mi? Rusya'nın ritmi bozuldu. İran etrafında olan bütün devlet, bütün körfez ülkelerin ritmine bakın lütfen. Suudi Arabistan ritmi bozulup, Qətərin ritmi bozulup, İordanın ritmi bozulup, İraqın ritmi bozulup, Suriye'nin ritmi bozulup, Mısır'ın ritmi bozulup, Birleşmiş Arap Emirlikleri'nin ritmi bozulup, Körfez'in ritmi bozulup. Bakın İran
dünyanın ürəyi olduğuna görə hamının ritmi pozulub. Bu ritm düzəlməsə dünyanın ritmi düzəlməyəcək. Baxın, Nizami nə qədər böyük bir ölçü qoyub. İranı tanımamız üçün. Biz İranı doğru tanımalıyıq ki, doğru qərar verə bilək. İndi mənim sualım budur ki, bu ritmi kim pozub? Güzel insanlar. Bu ritmin pozulmasının 3 səbəbi var. 3 məsələyə görə pozulub. Burada onu da söyleyeyim ki, bəzi insanlar zalim Amerikanın, zalim İsrailin İrana təcavüzünü bəhanə gətirərək İran xalqı ilə bərabər zalim İran rejimi də müdafiə edirlər. Bəziləri də İran rejiminin zalimliyini əsas götürüb Amerikanın və İsrailin İrana hücumunu, təcavüzünə haqq qazandırırlar. Mən bunun ikisini də doğru saymıram. Yəni İrandakı rejim zalimdir. Ona görə Amerika və İsrail İrana hücum etməlidir. Fikri də yanlışdır, doğru deyil, əsassızdır. İran və İsrail İrana hücum etdiyinə görə biz İran rejimini də müdafiə etməliyik. Fikri də doğru deyil. Ona görə mən deyirəm ki, mənim yanaşmam budur. Bu ritmin, İran adlı ürəyin ritminin pozulmasının 3 səbəbi. Birincisi İran rejimidir. Baxın, zalim İsrailin və zalim Amerikanın İrana hücumunun əsas səbəblərindən biri budur ki, onlar belə hesablayırlar ki, İranda xalq son dərəcə narazıdır. Biz ora bir balaca hücum edəcəyik, xalq ayağa qalxacaq və rejimi devirəcək. Yəni xalqın narazılığını əsas götürərək onların İrana hücumunu əsaslandıran faktorlardan biri də budur ki, xalq çox narazıdır. Yəni 47 illik bu rejim İran xalqına ədalət vermədi. Bir ölkədə ədalət yoxdursa, o ölkənin ritmi pozular. Azadlıq vermədi, rifah da vermədi, inkişaf da vermədi. Əgər İran rejimi ölkəyə ədalət gətirsəydi, azadlıq gətirsəydi, elm gətirsəydi, inkişaf gətirsəydi, sizi əmin edirəm ki, Amerika və İsrail kimi zalim, təcavüzkar dövlətlər İrana təcavüz etməyə cəsarət göstərməyəcəkdilər. Öz əlləri ilə düşmənlərinin qapılarına gətirdilər. Və İranın ritmini pozan birinci bu rejimdir. İran xalqına, baxın, ədalət vədi ilə gəlmişdilər. 1979-cu ildə hakimiyyətə gələndə deyirdilər ki, ey İran xalqı, sizə ədalət gətirəcəyik, sizə azadlıq gətirəcəyik, sizə hürriyyət verəcəyik, sizə elm verəcəyik, sizə inkişaf verəcəyik. Verdilərmi? Bax, altından xətt çəkirəm. Bir ölkədə ədalət yoxdursa, azadlıq yoxdursa, rifah yoxdursa, elm yoxdursa, insan haqq və hüququ yoxdursa, o ölkənin ritmi pozulacaq. Düşmən qapıya gələcək. Necə ki, ürəyin ritmi pozulanda bədən xəstələnir və bədən zəifləməyə başlayır. Bədən zəifləyən kimi də bütün xəstəliklər bədənə hücum edir. Hansı xəstəliklər insanı yıxır? Hansı xəstəliklər hansı insanı yıxır? Zəif olan insanı yıxır. Zəif olan insana hücum edir və onu yıxmağa çalışır. Əgər İran içindən güclü olsaydı, haqla, hürriyyətlə, elmlə, təhsillə, inkişafla, iqtisadi baxımdan, siyasi, elmi, əxlaqi baxımdan güclü bir dövlət olsaydı, düşmən ona hücum etməyəcəkdi. İkinci, İranın ritmini pozan Amerikadır və İsraildir. Mən zalim Amerika deyirəm və zalim İsrail deyirəm. Necə pozurlar, baxın. Yolları bombalayırlar, xəstəxanaları bombalayırlar, qız uşaqlarını öldürürlər, evləri bombalayırlar, günahsız insanları öldürürlər. Ölkənin su təchizatını dağıdırlar, elektrik təchizatını dağıdırlar. Amansızcasına İranın bütün şəhərlərini, bütün müharibə qanunlarına zidd olaraq bombalayırlar. İnsanların qida ehtiyaclarını əlindən alırlar. Su ehtiyaclarını əlindən alırlar. Xəstəxanaları dağıdırlar, yolları dağıdırlar, məktəbləri dağıdırlar, dinc insanları öldürürlər. Baxın, 176 nəfər qız uşağını bir məktəbdə vurdular və öldürdülər. İranın ritmini pozdular. Nəyə görə pozdular gözəl insanlar? Baxın, onların niyyəti nədir? Nə İsrail, nə də Amerika İrana azadlıq, ədalət gətirmək fikri yoxdur. Bunlar hamısı nağıldır. Məqsədləri bölgənin, İranın və Körfəzin bütün siyasi, iqtisadi, hərbi qüdrətini, imkanlarını ələ keçirməkdir. Və
Dünyanın ritmi, buna emin olun ki, bu dünyanın Şeyx Nizaminin dediği dünyanın ritmi güzel insanlar. İrandaki üreğin ritmi düzelmese düzelmeyecek. İndi bu ritmi pozulmuş ölkə İrana Azərbaycan xalqının baxışı necə olmalıdır? Ben onunla bağlı da ayrıca bir video çəkəcəm ki, videom uzun olmasın, güzel insanlar. Ümid edirəm ki, bura qədər fikrimi çatdıra bildim. Yəni nə demiş oldum? İrana bizim münasibətimiz dəqiq və doğru olmalıdır. Çünki Azərbaycanla birbaşa sərhəddir, birbaşa qonşudur. Ortaq dəyərlərimiz var. İranda baş verən hər hadisə bizə təsir göstərir. 2. Nizami İranın təyinatını belə dedi. İran dünyanın ürəyidir. 3. Üreğin ritmi pozulanda bütün beden ritmi pozulur. 4. İran'ın ritmini pozdu. Hem İran rejimi 47 illik hakimiyeti pozdu. Hem zalim İsrail hem de zalim Amerika. Dünyanın üreği olan İran'ın ritmini pozdular güzel insanlar. İndi bu çalxalanan, ritmi pozulan, bütün dünyanı harekete geçiren bu bölgeyle bağlı bizim bu dönemde, bu gergin dönemde Azerbaycan'ın mövqeyi necə olmalıdır ki, Azerbaycan bu savaştan zərərsiz şekilde özünü koruyabilsin güzel insanlar. İnşallah əziz Allah ömür versə onunla da bağlı ayrıca bir video çəkməyi düşünürəm. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun. Əziz Allah'ın sonsuz, sınırsız mərhəmətinə emanet olun. Güzel insanlar.